Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Davam edirik. Muxtasar Sirat-ı Rasul sallallahu aleyhi ve sellem adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risaləsini və bugün də 36-cı dərsdir. Və mövzunun adı Hudeybiyyə sülhüdür. Və deyir ki, hicrətin 6-cı ilində Hudeybiyyə hadisəsi baş vermişdi. Və iddətu sahabəti zək 1400 və onlar gəlirlər, sahabələr Peyğəmbər sallallahu əleyhi və səlləmlə birgə Məkkəyə ümrə etməyə gəlirlər və 1400 nəfər olurlar. Və hum əhlü şəcərə və əhlül beyətə rıdvan və işlərində ağac beyəti, həmçinin Rıdvan beyəti əhli var idi. Xaraca Rasulullah sallallahu aleyhi ve sellem bihim mu'tamiran. Allah Resulü sallallahu aleyhi ve sellem ümrə üçün gəlir onlarla. Yəni döyüş üçün çıxmır da, yəni sırf ümrə etməyə gəlir. Yəni sahabelər həvəsli gəlirlər ki, ümrə edəcəyik. Fələmmə kənu bizil Huleyfə, Zülhuleyfə, yəni miqat yerində, ora çatanda Allah Resulü sallallahu aleyhi ve sellem heyvanlarını nişanlayır, bəziyir və ümrə üçün ehrama girir və göndərir, kəşfiyyatçılarını göndərir Qureyşlilərdən xəbər almaq üçün. Hətta izə kənə qaribən min Usfən ətəhu aynuhu fəqalə inni təraktu Kəb ibn Luey və Amir ibn Luey qad cəməu cumuə. Və qayıdır, kəşfiyyatçı deyir ki, mən deyir, Kəb ibn Luey, Amir ibn Luey'i gördüm ki, onlar sənə qarşı toplular, ordular toplayırdılar. Və hum muqatilukə, yəni səninlə döyüşmək istəyirlər və səni Allahın Beytullahdan, yəni ki, ora girməkdən qarşını almaq istəyirlər. Hətta zəkənə bi bə'd tariq qalə Nəbi sallallahu aleyhi və səlləm innə Xalid ibn-i Valid bi kira'l qamim fəxuzu zətəl yəmin. Və yolun yarısında Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, biz Xalid ibn-i Valid kira'l qamim adlı yerdədir, sizsə sağ tərəf, sağ tərəf istiqaməti tutun. Fəmə şə'ərə bihim Xalid hətta izə huvə bi qabratil ceyş. Və yanlarından keçirlər, yəni Xalid hiss etmədən haçan xəbər tutur, nə vaxt ki, o qoşunun keçən, yəni cəmaatının tozanağı qalxır, ondan sonra xəbər tutur ki, buradan keçiblər. Fəntələqə yarkadu nəziran və yönəlir, qayıdır ki, xəbər vermək üçün atını çaparaq gəlir Qureyşlərə xəbər verməkdə. Xalid ibn Valid o vaxt müşrik dönəmi olur. وانطلق رسول الله صلى الله عليه وسلم حتى إذا كان في ثانية المرار التي يهبط عليهم və deyir, Allah Resulü sallallahu aleyhi ve sellem üst tutur, gəlir, çıxır Səniyyətül Mərar adlı keçidə, hansı ki deyir, oradan düşürsən Məkkə şəhərinin tərəflərindən. Min həbərikət rahilətuhu fəqalən nəz həll. Orada deyir, heyvanı çökür, Peyğəmbər sallallahu aleyhi ve sellem dəvəsi çökür və insanlar həll deyirlər, duruxmaq üçün, qaldırmaq üçün onu ki, yəni paşol da elbik belə. Fəqalu xalətil qasva və deyirlər ki, qasva heyvanının adı olur da. Çöktü, inatkarlıq göstəribdir, çöktü, tərpənmir yerindən və Allah Resulü sallallahu aleyhi ve sellem isə deyir ki, qasva deyir, inatkarlıq etmədi, çökmədi, lakin heç onun deyir, yəni xasiyyətinə də uyğun deyil. Lakin onu deyir, həbs edən, saxlayan, yəni qabağa getməklə eyni, yəni fili saxlayan Allah oldu. Yəni fil qoşunu necə ki gəlib orada dayanmırlar, həmin o yerdə bu da dayandı. Thumma qala vallazi nafsi Muhammed biyadihi la yes'aluni xuttatan yu'azzimuna fiha hurmatillahi illa a'taytuhum iyyaha. Və canım əlində olana and olsun ki, onlar məndən Allahın şüarlarını təzim edərək nə istəsələr, mütləq ki, onları təmin edəcəm bu şeylə. Yəni ki, Qureyşlər, müşriklər. Yəni, Allahın şüarlarını hörmət göstərərək, təzim edərək,
yəni bunun hörmətini saxlasalar, mən də deyir, onların istəyini verəcəm, ödəyəcəm. Thumma zəcərəhə vasəbət bihi. Sonra ki, qovur Peyğəmbər s.ə.v heyvanı, heyvan durur, gedir. Fəədələ həttə nəzəl bi əqsəl Hudeybiyyə və Peyğəmbər s.ə.v istiqamət tutur, gəlir, çıxır Hudeybiyənin axırına, Hudeybiyyə deyilən yer var, onun axırına. Alə səmədin qalilil məh, gəlir, yəni ən suyu az olan çeşmə tərəfdə düşərgə salır. Fələm yəlbisin nəs ən nəzəhuh, az keçmədən insanlar həmin o quyunu, o çeşməni deyir, boşaldırlar. Yəni suyu bitir, tükənir və şikayət edirlər susuzluqdan. O zaman Allah Rəsulü sallallahu əleyhi və səlləm öz qabından bir ox çıxardır. Və əmərəhum ən yec'aluhu fihi, və tapşırır ki, bu oxu salın həmin o çeşməyə, o quyuya. Fə vallahi mə zələ yecişu ləhum birrey həttə sadaru anhə. Deyir, Allaha da and olsun ki, yəni o deyir, oradan deyir, su başlayır o qədər vurmağa ki, ta ki, yəni doyurlar, heyvanlarını doyuzdururlar və orada qalana qədər, yəni bu davam edir. Yəni Allah Rəsulü sallallahu əleyhi və səlləm möcüzələrindəndir. Və fəziətil Qureyş li nuzulihi. Qureyş bunu görən narahat olur. Görür ki, Allah Rəsulü öz dəstəsi ilə toplaşıblar orada, narahat olur. Fəhəbbən yəb'əsə ileyhim racülən, və istəyir ki, onlara bir kəsi göndərsin, xəbər alsın. Fədəə Umar fəqali ya Rasulallah leysə li bi Məkkə əhəd. Allah Rəsulü sallallahu aleyhi ve sellem onları sakitləşdirmək üçün Qureyşliləri onların içinə bir elçi göndərmək istəyir ki, xəbər versin ki, biz bura döyüş üçün gəlməmişik. Və Ömər radiyallahu anhını çağırır. O da deyir ki, bəs Bəni Adi ibn Kəb, yəni qəbiləsindən, yəni öz qohumlarından deyir, mənim orada heç kəsim yoxdur. Yəni mənim başıma nəsə gəlsə, yəni mənim yerimə çıxış edən heç kəs olmayacaq. Ona görə deyir, Osmanı göndər, çünki Osmanın orada deyir, qohum əqrəbəsi var. Və innəhu yubəlliğu mə aradda. Və o da deyir, sən istədiyi onlara təbliğ eləsin, çatdırsın. Fədəəhu fəərsələhu ilə Qureyş. Allah Rəsulü sallallahu əleyhi və səlləm çağırır Osmanı, Osman ibn Affan radiyallahu anhını və göndərir onu Qureyşlilərin içinə. Və qalə əxbirhum, və deyir ki, onlara xəbər ver ki, ənnə ləm nə'tilil qital və innəmə ci'nə umməran vədəuhum iləl-İslam. Onlara xəbər ver ki, biz deyir, döyüş üçün gəlməmişik, biz gəlmişik ümrə edək. Və onları deyir, İslama çağır. Və əmərəhu ən yətiyə ricalən bi Məkkə müminin və nisəəl müminət. Və həmçinin tapşırır ki, oradakı, yəni Məkkədəkidir, mömin kişi və mömin qadınlarıdır, gətirsin. Fəyubəşşiruhum bil fəthi, və onları deyir, Allah tərəfindən fəthəndir müjdələsin. Və ennəllaha əzzə və cəl muzhiru dinihi bi Məkkə, və bildirsin ki, Allah deyir, öz dinini deyir, Məkkədədir, izhar edəcək. Hətta deyir, iman orada deyir, artıq gizli qalmayacaq. Yəni gizli dahi iman edib orada qalmağa ehtiyac olmayacaq. Yəni bu şeyləri xəbər verir. Fəntələqə Osman radiyallahu gedir. Fəmərra alə Qureyş, Qureyşin yanından keçir. Deyir ki, soruşurlar, hara gedirsən? Deyir ki, Allah Rəsulü sallallahu aleyhi ve sellem göndərib, sizi Allaha çağırıram, İslama çağırıram və həmçinin xəbər verib ki, yəni sizə qarşı döyüş üçün gəlməyib. Biz bura gəlmişik, ümrə edək sadəcə. Qalu qad səmi'nə mə təqul. Biz eşitdik sən nə deyirsən, öz ehtiyacı ödəmək üçün get, yəni gedə bilərsən. Və qamə ileyhi Əbən ibn Səid ibn əl-As fərahibə bihi və həmələhu aləl-fərs. Və deyir, onu qarşılamaq üçün Əbən ibn Səid ibn əl-As durur ayağa, yəni qohumlarından olur. Onu xoş qarşılayır, yəni Osmanı xoş qarşılayır müşriklərdən də. Və onu deyir, öz atına mindirir, özü də arxasına minir. Gəlirlər bu cürünə Məkkəyə çıxırlar. Və qaləl muslimun qablə ən yərcə xalisəl Osman min beyninə iləl beyt. Və o Osman deyir, qayıtmamışdan müsəlmanlar düşürlər zənnə Osman barəsində. Bu deyir, yəni bizdən qabağa düşdü, gedib indi
ümrəsini eləyəcək, evi tavaf edəcək, Beytullah tavaf edəcək. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, mə əzunnuhu tafə bil beyti və nəhnu məhsurun. Mən elə, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, mən elə zənn etmirəm ki, o deyir, biz burada mühasirədə olaraq o getsin tavaf eləsin, ümrə eləsin. Və mə yəmnəhu ya Resulallah və qad xaləsə və soruşurlar ki, sahabələr, deyir, onun qarşısını alan nədir bəs? Yəni, çıxdı da aramızdan getdi. Deyir ki, mənim deyir, onun barəsində etdiyim zənn ki, yəni o, biz tavaf etməmiş, tavaf edən deyil. Yəni, Allah Resulü sallallahu aleyhi ve sellem onun barəsində düşündüyü, zənn etdiyi. وَاَخْتَلَتَ الْمُسْلِمُونَ بِالْمُشْرِكِينَ فِي أَمْرِ الصُّلْحِ. Və müsəlmanlar deyir, müşriklərə qarşılar sülh barəsində. وَرَمَى رَجُلْ مِنْ أَهَدِ الْفَرِيقَيْنِ رَجُلًا مِنَ الْفَرِيقِ الْآخَرِ və deyir, bir topludan digər topluya bir kəs ox atır və yaxud daşma atır, aralarında düşür münaqişə, bir-birlərini daşlayırlar, oxluyurlar. Vasahəl fəriqan və qışqırbağır, hər iki tərəf qışqırbağır çəkir. Vartəhənə kullun minhumə mən fihim. Və hərəsi deyir, yəni kimi ələ keçirirsə, girov kimi, yəni onunla çəkilir geri. Və bu şey Allah Resulü sallallahu aleyhi ve sellemə çatır. Həmçinin çatır ki, Osman radiyallahu anh bu arada öldürülüb. Xəbər çatır. Fəda iləl bey'ə və beyyəti çağırır, beyyət etməyə, sahabələri beyyət etməyə çağırır. Onlar da tələsirlər, o da ağacın altında, yəni ağacın altında olan beyyətdir də, elbə ki. Fəbəyyəuhu əllə yəfirru və beyyət edirlər Allah Resulü sallallahu aleyhi ve sellemə ki, yəni geriyə dönməyib qaçmayacaqlar. Və əxəzə biyyəd nəfsihi və qalə həzihi ən Osman və öz əlini digər əlinin üzərinə qoyur, deyir, bu da ki, Osmanın yerinə beyyətdir. Yəni, özü elə bir ki, Osmanın yerinə beyyət edir. وَلَمَّ تَمَّتَ الْبَيْعَ رَجَعَ Osman فَقَالْ لَهُ اِشْتَفَيْتَ مِنَ التَّوَافِ بِالْبَيْتِ və beyyətdir tamamlanandan sonra görürlər ki, Osman radiyallahu qayıtdı və deyirlər ki, deyir, ürəyini deyir, soyutdun, deyir, tavaf eləməklə, yəni getdin ümrəvi elədin. فَقَالَ بِئْسَ مَا زَنَنْتُمْ بِهِ Nə pis zənnə düşmüsünüz mənim barəmdə. وَالَّذِي نَفْسِ بِيَدِهِ لَوْ مَكَسْتُ بِهَا سَنَةً وَرَسُولُ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وسلم بِالْحُدَيْبِيَةِ مَا طُفْتُ بِهَا حَتَّى يَطُفْ. Yəni bir ildə qalsaydım orada və Allah Resulü sallallahu aleyhi ve sellem Hüdeybiyədə qalaraq, yəni o tavaf etməyincə mən də tavaf etməzdim. وَلَقَدْ دَعَتْنِي قُرَيْشٌ إِلَى تَوَافٍ فَأَبَيْتُ. Halbuki deyir, Qureyş deyir, məni çağırmışdı ki, gəl ümrəvi elə, tavafı elə. Mən isə deyir, imtina elədim. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem gözlədim, birinci. Fəqaləl muslimun Rasulullah sallallahu aleyhi ve sellem a'ləm billahi və əhsənunə zannan. Və müsəlmanlar o zaman qayıtdılar ki, biz Allah Resulü sallallahu aleyhi ve sellem Allah barəsində daha çox bilgilidir və bizim işimizdə ən gözəl zənni olandır. وكان عمر أخذ بيد رسول الله صلى الله عليه وسلم للبيعة وهو تحت الشجرة فبايعه المسلمون كلهم. Və deyir, Ömər radiyallahu anhu beyyət zamanı Allah Resulü sallallahu aleyhi ve sellemin əlindən tuturdu ağacın altında olarkən və müsəlmanlar hamısı bu cür keçdilər, beyyət etdilər. وَلَمْ يَخْتَلِفْ إِلَّا الْجَدُّ İbn Qeys və hamısı beyyət etdi Cəd İbn Qeysdən başqa. Bu imtina etdi beyyət etməyə. Və Məqil İbn Yəsər radiyallahu anhu budağı Allah Resulü sallallahu aleyhi ve sellem başının üstündən qaldıraraq durmuşdu bu cürünə. Və kən əvvəl mən bəyəhu Əbu Sinan Vahb İbn Muhsin Əl-Əsədi və ilk beyyət edənlərdən, ilk beyyət edən Əbu Sinan Vahb İbn Muhsin Əl-Əsədi oldu. Və bəyəhu Sələmə İbn Əl-Əkva sələsə mərrat. Sələmə İbn Əl-Əkva Allah Resulü sallallahu aleyhi ve sellemə 3 dəfə beyyət edir. İnsanların əvvəlində, ortasında və axırında. Yəni 3 dəfə növbəyə düşür, 3 dəfə beyyət edir. Və beynəmə hum kəzəlik izcəə Budayl İbn Varqah fi nəfər Xuzaə. Və insanlar bu halda olduqda deyir, Budayl İbn Varqa gəlir.
yəni Xuza qəbiləsindən bir nəfərdir. Və kanu aybatan nus li Rasulullah sallallahu aleyhi ve sellem, yəni və onlar da deyir, yəni Budayl ibn Varqa və ətrafında bir neçə nəfər, hansı ki Xuza qəbiləsindən, Xaza qəbiləsindən gəlirlər. Onlar Allah Rəsulü sallallahu aleyhi ve sellemə və sahabələrə qarşı xeyirxah olurlar da, yəni səmimi olurlar, təhəm əhlindən ən yaxını. Yəni xeyir məsləhət üçün gəlir də, elə ki. Fəqalə inni təraktu ibn Lu'ey və Əmir ibn Lu'ey qad nəzəlu ə'dadən miyahil Hudaybiyyə məhumul əvz vəl mətafil. Deyir ki, mən deyir Amir ibn Lu'ey'i gördüm ki, yəni bunlar ikisi Tərakt ibn Lu'ey və Amir ibn Lu'ey, İbn Lu'ey və Amir ibn Lu'ey gördüm ki, bunlar deyir Hudeybiyyənin suları ətrafında deyir toplaşıblar və orada deyir məskən salıblar artıq. Yəni öz heyvanları ilə, heyvanların balası ilə, yəni mənası nədir? Yəni uzun müddətli orada yəni özləri üçün yer ediblər. Yəni arvad uşaqları ilə. Və hum muqatiluka və sadduka anil beyt. Və məqsədləri də nədir? Sənə qarşı döyüşdü və səni Beytullahdan deyir, yəni qarşıva almaqdır, yəni ora getməkdən. Fəqalə innə ləm nəcilil qital əhəd. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, biz heç kəslə döyüşmək üçün gəlməmişik, biz yalnız ümrə etmək üçün gəlmişik. Və inə Qureyşən nəhəkəthumul hərbu və ədarrat bihim. Və Qureyş də deyir, yəni müharibə onları deyir zəiflədib deyir. Onlara deyir çoxlu zərbələr, zərərlər vurub. Finşəu mədəttuhum və yaxlu beyni və beynən nəs. İstəsələr əgər mən deyir onlara deyir möhlət verərəm və qarışmazlar bizimlə insanlar arasına, yəni dəvətimizə qarışmazlar. Dincələrlər özləri üçün, toplayarlar, güc toplayarlar. Biz isə öz dəvətimizi insanlarla edərik. Yəni insanlarla aramıza girməsinlər deyə. Yox, əgər istəsələr fenşəu ən yədxulu fīmə dəxələ fīhinnəs fəəlu. Əgər istəsələr, yəni insanlar girdiyi bu dinə, İslam dininə girmək, o zaman deyir girsinlər İslam dininə. Əks təqdirdə yoxsa ki deyir şeyləsinlər. Özlərini toparlasın, dincəlsinlər, yəni müharibədən dincəlsinlər. Biz də öz işimizə, öz dəvətimizə davam edək. Yoxsa deyir, əks təqdirdə əgər imtina etsələr, yalnız döyüşmək istəsələr, fəvəlləzi nəfsi biyədihi ləuqatilennəhum alə əmri həzə. Allaha and olsun ki, nəfsim əlində olana and olsun ki, bu işimə görə, yəni dinimə görə, onlarla deyir, sonuna qədər döyüşəcəm, ta ki başım bədənimdən ayrılana qədər. O liyənfizənnəllahu əmrahu və yaxud Allahdır özdir işini tamamlayacaq. Qalə Budayl səubəlliuhum mə təqul. Budayl deyir ki, sən dedikləridir, onlara çatdıraram. Fəntələqə həttə ətə Qureyşən, gedir çatır Qureyşlilərə. Fəqalə inni qad ci'tukum min indi həzər racül. Mən sizə deyir, bu kişinin yanından, bu kəsin yanından gəlirəm. Və səmi'tuhu yəqulu qavlən və eşitdim ki, belə bir söz deyir. Fin şi'tum aradtuhu aleykum. İstəsəz sizə deyir bu söhbətini, onun bu məsləhətlərini ərz edərəm. İçlərində deyir, Qureyşlilərin içlərində səfihlər deyir ki, bizə ehtiyac yoxdur, bizə lazımdır onun məsləhətləri, nəsə deməyinə ehtiyac yoxdur. Rəy sahibləri isə qayıdır, deyir ki, gətir. Yəni, eşitdikləri gətir denə. Deyir, yəni o eşitdiklərini Allah Resulü sallallahu aleyhi ve sellem tapşırıqlarını başlayır orada danışmağa hamısının ki, Allah Resulü sallallahu aleyhi ve sellem bunu bu şeyləri deyir. Və işlərindən Urva ibn Məsud o vaxt hələ müşrik olur. Qayıdır ki, innə həzə qad arad aleykum xuttata rüşd. Bu kəs deyir, sizin üçün deyir, çıxış yolunu, xeyir bir yol göstərir. Fəqbiluhə, qəbul edin onu. Və də'uni ətuh. Və buraxın mən gedim söhbət edeyim o ilə. Yəni sülh müqaviləsi bağlayaq. Fəqalu i'tihi fəətəhu. Deyirlər get. O da gedir. Fəcələ yükəllimuhu və başlayır, yəni Allah Resulü sallallahu aleyhi ve sellemlə diyaloqa. Fəqalə ləhu nəhvən min qavlihi li Budayl.
Və ona da deyir, yəni buda ilə dediyi sözləri Allah Resulü sallallahu əleyhi və səlləm deyir. Yəni o kimi ona oxşar bir şeylər. Fəqalə Urva ey Muhammed, ərəeytə ləv istəsaltə qavməkə həl səmiətə bi əhədin minəl-ərəb ictəhə əhləhu qablək. Və Urva deyir ki, ey Məhəmməd, ərəeytə ləv istəsaltə qavmək. Məyər görmürsənmi ki, əgər öz qövmünü yeri dibli məhv etsən, eşitmisənmi ki, bundan qabaq hansısa bir ərəblərdən ki, öz əhlini, öz qohumlarını, yaxınlarını, yəni bu cürünə məhv edib. وَاِنْ تَكُنُ الْاُخْرَى Yox, əgər başqa cür olacaqsa vəziyyət, yəni döyüş olacaqsa, yəni sənin xeyirvə olmayacaq, yəni sən məhv edə bilməyəcəksənsə, فَوَاللّٰهِ اِنِّي لَأَرَى اَوْ شَابًا مِنَ النَّاسِ خَلِيقًا اَنْ يَفِرُّوا وَيَدَعُوكَ Yoxsa ki, deyir, görürəm ki, burada deyir, bir toplu döyüş zamanı qaçmağa hazır olan, səni tərk eləyənləri görürəm bunların içində. Yəni, bunlar bu cəmaatdır, sahabələri qəsd edir. Yəni, alçaldıcı kimi deyir də, yəni ki, bunlar səni kömək eləyən deyirlər, döyüş başlayan kimi qaçacaqlar, səni qoyub. O zaman Əbu Bəkr radiyallahu anh deyir ki, umsuz Bəzrillət, ənəhnu nəfər nufirru ənhu və nədəuhu deyir ki, sən get, deyir, latın, deyir, övrətini, deyir, soğur. Biz mi, deyir, tərk edəcəyik, qaçacaq? Yəni, söyür də bunu. Və qalə Urva, mənzə, yə Muhammed və Urva qayıdır ki, bəs bu kimdir danışan? Yəni, söyən də məni kimdir, ey Məhəmməd? Deyir ki, bu Əbu Bəkirdir. Qalə əmə vəlləzi nəfsi biyədihi ləulə yədun kənət ləkə indi ləm əczikə bihə ləcəbtükə. Qaldı ki, deyir, nəfsim əlində olana and olsun ki, əgər, deyir, sənin, deyir, köməyin olmasaydı mənə, Əbu Bəkrində, yəni, hansı ki, hələ onun xəzalətindən çıxmamışam, sənə, deyir, buna görə cavab verərdim. Və cələ yükəllimun nəbi sallallahu aleyhi ve sellem və yərməqu əshabəhu və başlayır diyalog qurmaq. Allah Resulü sallallahu aleyhi ve sellemdən və onun sahabələrinə də hələ ki, süzməyə də, yəni baxmağa. Fəvallahi mə intəxəmə ən-nəbi sallallahu aleyhi ve sellem baxır diqqətlə bunlara, görür ki, bunlar neynirlər, reaksiyalarına baxır və deyir, and olsun ki, deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem bir tüpürcəyi gələndə, tüpürmək istəyəndə sahabələr, deyir, ovuzlarını uzadır ki, yerə düşməsin. Və o tüpürcəyi üzlərinə, gözlərinə, bədənlərinə sürtməyə başlayırlar. Və izə əmrə ebtədəru əmrəhu və nəyi ki, əmr etmək istəyir Allah Resulü sallallahu aleyhi ve sellem, o saat, yəni canla başla düşürlər ortalığa. Və izə təvaddə kədu yəqtətilunə ələ vuduihi və dəstəmaz aldıqda da belə, onun dəstəmazının suyunun artığı yoxdur, ona görə az qala bir-birlərini qırırlar. O izə təkəlləmə xafədu əsvatəhum və danışanda, deyir, Allah Resulü sallallahu aleyhi ve sellem səslərini, deyir, aşağı salırlar, sakit dururlar. Və mə yecidunu ileyhi nəzər təzimən ləhu və ona dikdir, baxmırlar, ona təzim edərək. Yəni, bunların hamısını süzür, görür, sahabələrin, yəni rəftarını Allah Resulü sallallahu aleyhi ve sellemə. Fərəcə Urva ilə əshabihi fəqalə eyyi qavm, vallahi ləqad vəfəftu alə əl-muluk Kisra və Qeysar və Nəcəşi. Qayıdır, deyir, öz müşriklərin yanına, Qureyşlilərin yanına, yəni öz toplusunun yanına qayıdır, deyir ki, fəqalə ey qövmüm, and olsun Allah ki, mən, deyir, yəni nümayəndə kimi çoxdur padşahların yanında olmuşam, Kisranın da yanında olmuşam, Qeysarın da, Nəcaşinin də. And olsun Allaha ki, inni ra'aytu məlikən yuazzimuhu əshabuhu. Burada, deyir, elə bir padşah gördüm ki, onun, deyir, əshabı, ətrafı, deyir, onu o cürünə, deyir, təzim edirdi ki, hansı ki, heç bir padşaha belə təzim etmirlər. Yəni, Muhammed sallallahu aleyhi ve sellem'in, deyir, təzim etdiyi kimi, heç bir padşahı belə təzim etmirlər. Yəni, heç yerdə görməmişəm. Vallahi mən intəxəmə nəxamətən illə vəqad fi kəffi rəcül minhum. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir, yəni o deyir, hətta deyir, tüpürmək istəyəndə mütləq deyir, o tüpürcək, yəni onun əshabının hansınınsa əlinə düşürdü. Yəni əlinə o qədər qoymurdular da yerə düşsün və çəkirdilər üzünə, gözünə, bədəninə sürtürdülər.
Thumma akhbarahum bi cəmi ma taqaddama. Sonra deyir bütün gördüklərinin hamısını onlara xəbər verir. Thumma qala və qad arada aleykum xuttata rushd faqbiluha. Və sonda deyir ki, sizə deyir, yəni düzgün yol təklif edir, onu deyir qəbul edin. Qala racul min bani Kinana da'uni atihi. Bani Kinanədən başqa bir kəs deyir ki, buraxın mən gedim, söhbət edim. Deyirlər ki, get. Fələmmə əşrəfə alə nəbi sallallahu aleyhi ve sellem gəlib çatanda Allah Rəsulü sallallahu aleyhi ve sellemə deyir ki, qalə həzə fulən və huvə min qavm yuazzimunəl budun. Allah Rəsulü sallallahu aleyhi ve sellem deyir ki, bu filan kəsdir. Bu deyir Allahın şüarlarını təzim edənlərdəndir. Yəni o heyvanlar Allah üçün, yəni qurban üçün nəzərdə tutulan heyvanları, hələ ki bu şüarı təzim edənlərdəndir. Fəbəəsuhə ləhu, yəni o heyvanları deyir göstərin ona. Və sahabələr edirlər bunu. Və istəqbələhul qum yüləbbunə və sahabələr onu təlbiyə ilə, ləbbeyk ilə qarşılayırlar, heyvanları göstərərək ki, yəni bəs bunlar Allahın şüarıdır da, yəni kəsilməlidir. Bildirərək ki, biz ümrə üçün gəlmişik. Fələmmə rəzəlik qalə subhanallah. Və bunu görən həmin o kəs deyir ki, subhanallah. Mə yənbəği li həulə ən yusaddu anil beyt. Bunlara qarşı Allahın evindən deyir, bunları deyir, qovmaq deyir, yaraşmaz. Fəraca ilə əshabihi fəxbərahu. Və qayıdır öz toplusuna və onlara xəbər verir bu haqda. Fəbeynəhum kəzəlik izə cəə Suheyl ibn Amr. Yəni, belə olduqları halda onlara Suheyl ibn Amr gəlir sahabələrə. Yəni, Allah Rəsulü sallallahu aleyhi ve sellem yanına. Yəni, üçüncü kəs gəlir. Fəqalə Nəbi sallallahu aleyhi ve sellem qad səhilə ləkum min əmrikum. Suheyl, yəni asanlıq deməkdir. Sözün kökündə asanlıq var. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem onun adından xoş məna çıxardır. Deyir ki, sizin üçün işinizin asanlığı gəldi. Asanlıq mənasıdır da, yəni adında. Fəqalə hət uktub beynənə və beynəkə kitəbən. Və deyir ki, gətir deyir, kağızı, müqaviləni yazaq aramızda. Suheyl deyir. Fədəəl kətibə və huvə Ali ibn Əbi Talib. Və Allah Rəsulü sallallahu aleyhi ve sellem katibini çağırır. Ali ibn Əbi Talib olur həmin vaxtı katibi. Fəqalə uktub bismillahirrahmanirrahim. Deyir ki, uktub, yaz, bismillahirrahmanirrahimlə başda. Suheyl qayıdır ki, əmmə rəhmən fəmə ədri mə huvə. Qaldı ki, rəhmənə məndir, bilmirəm kimdir. O kimdir? Lakin qabaqki kimi yaz. Uktub bismikallahümmə. Bu cürünə yaz. Yəni, bismikallahümmə yaz. Yəni, Allahın adını çək ancaq. Kəmə kuntə təktub. Necə ki, bundan qabaq yazırdın. Fəqaləl muslimun vallahi lə nəktubuhə illə bismillahirrahmanirrahim. Və müsəlmanlar coşdular, dedilər ki, and olsun Allaha, ancaq bismillahirrahmanirrahim yazacağıq. Və Allah Rəsulü sallallahu aleyhi ve sellem deyir ki, sakitləşdirərək onları. Yaz bismikallahümmə dedikləri kimi. Sümmə qalə uktub həzə mə qada aleyhi Muhammed Rasulullah. Sonra yaz, bu deyir, yəni Muhammed Allah Rəsulü sallallahu aleyhi ve sellem bağladığı sülhdür. Suheyl yenə kəsir bunu, deyir ki, yox, bu cür nə yazma. Əgər bilsəydik ki, sən Allah Rəsulü sallallahu aleyhi ve sellemsən, səninlə niyə döyüşürdük ki? Deyir ki, fəqalə Suheyl, vallahi ləu nə'ləmu ənəkə Rasulullahi mə sadadnəkə anil beyt. Əgər biz bilsəydik ki, sən Allah Rəsulü sallallahu aleyhi ve sellemsən, səni deyir, yəni Allahın evindən deyir, qarşıvı kəsməzdik. Və ləkin uktub Muhammed ibn Abdullah. Lakin deyir, nə yazırsan? Muhammed ibn Abdullah. Yəni adını, atavın adını yazırsan. Fəqali inni Rasulullahi və inkəzzəbtumuni. Allah Rəsulü sallallahu aleyhi ve sellem deyir ki, həqiqətən məndir Allah Rəsuluyam, siz məni yalanlasaz da belə. Amma yazın Muhammed ibn Abdullah. Yəni razılaşır. Thumma qala Nəbi sallallahu aleyhi ve sellem, sonra Allah Rəsulü sallallahu aleyhi ve sellem buyurur ki, Alə ən təxlu beynənə və beynəl beyt fənətufu bihi. Yəni sülhü nəyin üzərində qururuq ki, siz bizi boş buraxırsınız, biz gedirik, tavafı edirik, ümrəmizi eləyirik. O zaman Suheyl deyir ki, Vallahi lə tuhəddisul ərəb ennənə əxaznə daxtatan və ləkin zəkə min əl-amil muqbil. Deyir, and olsun Allaha ki, ərəblər deyəcəklər, bunlar təzyiq altında razılaşdılar. Ona görə bugün ümrə etməyəcəksiniz, gələn il edəcəksiniz. Yəni, bu il qoymayacağıq, amma gələn il gəlib edərsiniz.
Fəqalə Suheyl və ləəllə yətikə racul minnə və Suheyl də deyir ki, sizdən kimsə, daha doğrusu bizdən sizə kimsə gələrsə, iman edərək də sizin dininizə, in kənə alə dinik illə radattahu ileynə. Hətta sənin dinində olsa belə, yəni bizdən gələni qaytarırsan tezdən bizə. Fəqaləl muslimunə subhanallah. Müsəlmanlar coşurlar, tezdən deyirlər ki, subhanallah, keyfə yuraddu iləl müşrikin və qad cəə muslimən. Müşriklərə necə qaytarıla bilər ki, o müsəlman olaraq gəlibsə əgər. Fəbeynəhum kəzəlik izə cəə Əbu Cəndəl İbn Suheyl. Hələ belə söhbət getmişkən, yəni söhbət belə hələ sülh bağlanmayıb. Hələ bunun münaqişəsi gedir. Əbu Cəndəl İbn Suheyl gəlir və bunu zəncirdə gətirirlər. Zənciri sürükləyərək, yəni Məkkənin aşağısından gətirirlər bunu. Gəlir, özünü atır müsəlmanların içinə, arasına. Fəqalə Suheyl, həzə əvvəl mə uqadikə aleyhi ən təruddahu iləyyə fəqalə. Yəni gəlir hələ ki, zənciri özün çəkir müsəlmanların içinə ki, yəni mən bunlardanam. Və Suheyl də qayıdır ki, bu hələ ilk deyir, yəni kəsdir ki, hansı ki, sən bizə qaytarmalısan bunu. Yəni sülhə görə, müqaviləyə görə. Allah Rəsulü sallallahu aleyhi ve sellem baxır, deyir ki, biz hələ sülhü bağlamamışıq. Yəni hələ bağlamamışdan bu gəlib də, yəni qoy bu qalsın bizdə. Yəni bunu hələ qaytarmayaq da, bundan sonrakıları qaytararıq. Yəni bu mənada. Fəqalə İzə vallahi lə usalihuka alə şeyin əbədən. Belə olsa deyir, Allaha and olsun ki, heç bir sülh yəni bağlamayacağam səninlə. Suheyl deyir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bunu mənim üçün keç. Yəni mənim xətrimə bu hissəni keç, birincidir də, yəni. O deyir ki, yox, keçmərəm. Peyğəmbər sallallahu aleyhi ve sellem yenə də israrla deyir ki, bəkəm edəsən, o deyir ki, etməyəcəm. Sonra deyir ki, qalə Əbu Cəndəl, yə məşəril muslimin, keyfə uraddu iləl müşrikin və qad ci'tu muslimən. Və Əbu Cəndəl qayıdır ki, bəs müşriklərə mən necə deyir, qaytarıla bilərəm ki, mən sizə axı müsəlman olaraq gəlmişəm. Ələ tərəvnə mə ləqitu, məyər görmürsinizmi başıma gələnləri, görmürsinizmi nə cürünə mənə şiddətli əzablar veriblər, işgəncələr veriblər. Və kənə qad uzzibə filləhi əzəbən şədidə. Allah üçün yəni çoxlu yəni işgəncələr almışdı da həmin vaxtı. Qalə Ömər ibn el-Xattab, vallahi mə şəkəktu munzu əsləmtu illə yevmə izin. Və Ömər ibn el-Xattab radiyallahu anhu deyir ki, and olsun Allaha ki, bu gündən başqa heç vaxtı deyir, yəni bu cürünə deyir, şəkkə düşməmişdim. Yəni İslamı qəbul etəndən bu yana heç vaxt belə deyir, şəkkə düşməmişdim. Nəinki bu günü də yəni. Fəəteytu nəbi, ona görə gəldim deyir Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına. Fəqultu və dedim ona, ya Rasulallah, ələstə nəbiyyallah. Ey Allahın elçisi, məyər sən Allah peyğəmbəri deyilsənmi? Dedi ki, bəli. Qultu ələsnə alə haqqın və aduvuna aləl batil. Məyər biz deyir, haqq üzərində və düşmənlərimiz batil üzərində deyilmi? Allah Resulü sallallahu aleyhi ve sellem yenə dedi, bəli. Qultu ələmmə nu'ti əd-dəniyyətə fi dininə. Eləsə nəyə görə biz deyir, yəni dinimizə görə deyir, alçalmağa deyir, razılaşırıq. Və nərcu limə və ləmmə yəhkumullahu beynənə və beynə ədəyinə. Və geri dönürük, hələ ki, geri dönürük, halbuki hələ deyir, Allah Taala deyir, bizimlə düşmənlər arasında bir hökm kəsməmiş. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, inni Rasulullahi və huvə nasiri. Həqiqətən mən deyir, Allah Rəsuluyam, Allah elçisiyəm və Allah da deyir, mənə deyir, yardım edəcək, mütləq. Və lestu əsihi və bu işdə də deyir, ona asi olmayacam. Yəni, dediyin kimi etməyəcəm də, yəni Allah nə deyir, odur. Qultu əvəlestə tuhaddisuna ənnə nə'til beytə və natufu bihi. Və deyir, qayıtdım ki, bəs sən deyildinmi ki, deyən ki, biz deyir, gələcəyik, Allahın evini tavaf edəcəyik, ümrəmizi edəcəyik. Dedi ki, bəli, demişdim. Əfə əxbərtukə ənnəkə tə'tihil əm. Məyər deyir, sənə xəbər vermişdim ki, bu il edəcəyik bunu. Dedi ki, xeyr. Qalə finnəkə ətihi
mutavvifən bih. Sən mütləq deyir bura gələcəksən, Allahın evini tavaf edəcəksən. Fəqalə əteytu. Sonra deyir ki, Ömər radiyallahu anhu, getdim Əbu Bəkrin yanına. Fəqultu ləhu mislə mə qultu li Rasulillahi sallallahu aleyhi ve sellem. Ona da deyir, Allah Resulü sallallahu aleyhi ve sellemə dediyi şeyləri dedim. Və radda aleyyə kəmə radda aleyyə Rasulullah sallallahu aleyhi ve sellem. O da mənə deyir, eyni şeyləri deyir, qaytardı. Nəyi ki, Allah Resulü sallallahu aleyhi ve sellem cavab vermişdi. Eyni sözlərlə və üstünə də əlavə etdi ki, وَاسْتَمْسِكْ بِالْغَزْرِهِ حَتَّ تَمُوتْ. Onun izindən möhkəm yapış ölənə qədər. فَوَاللّٰهِ إِنَّهُ لَعَلَى حَقٍّ. And olsun Allah'a deyir, o deyir, yəni haqq üzərindədir. Yəni bu məsələ haqdır. Və bundan sonra deyir, peşman olduğum deyir və bunun üçün deyir, çoxlu deyir, kəffarə edərək çoxlu deyir, əməllər etdim ki, yəni bunun üstündən gəlib ki, silinsin də bu günahım. فَلَمَّ فَرِغَ مِنْ قَضِيَّةِ الْكِتَابِ قَالَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi ve sellem لِأَصْحَابِهِ قُومُوا وَانْحَرُوا. Və deyir, sülhü bağlamaqdan sonra, sülh bitəndən sonra, sülh müqaviləsi bağlanandan sonra Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, öz sahabələrinə, durun, heyvanlarınızı kesin. Sonra başlarınızı qırxın. Qalə fəvallahi mə qamə minhum racul hətta qaləhə sələs mərrat. Və and olsun Allaha ki, heç kəs yerindən tərpənmədi və Allah Resulü sallallahu aleyhi ve sellem mecbur qaldı bunu 3 dəfə desin. Yenə də heç kəs tərpənmədi. Axırda Ummu Sələmə məsləhət gördü ki, dur özün et. Fələmmə ləm yəqum minhum əhəd qamə və ləm yükəllim əhədən. Gördü ki, heç kəs etmir bunu. Heç kəslə danışmadan durdu özü, heyvanını kesti və bərbərini çağırdı, başını qırxdılar. Bunu görən sahabələr tələsdilər, durdular, onlar da heyvanlarını kestilər. وَجَعَلَ بَعْدُهُمْ يَحْلُقُ بَعْدٍ. Bir-birlərinin başını qırxdılar. Hətta kədə bəduhum yaqtul bə'dan ghamman. Və o kədərdən az qala bir-birlərini görməyərək bir-birlərini yəni tapdalayırdılar. Thumma ja'a nisvatun mu'minat fa anzalallah. Sonra deyir, mömin qadınlar gəldi. Yəni Məkkədən. Və Allah Taala onlar haqqında bu ayələri nazil etdi. Ya eyyuhellezine amenu iza ja'akumul mu'minatu muhaciratin famtahinuhunna. Mumtahina surəsi. Ey iman gətirənlər, sizə deyir, mömin qadınlar gəldikdə mühacir olaraq, hicrət edərək, onları deyir, sınağa çəkin, yəni yoxlayın. Və gəlir çıxır bu ayənin bu hissəsinə qədər, bi'isamil kəvafir. Və deyir, yəni kafirlərin deyir, nikahlarını deyir, saxlamayın. Kafirlərin, kafir qadınların nikahlarını saxlamayın, yəni onları boşayın. Və bundan sonra deyir, yəni Ömər radiyallahu anhu 2 müşrik qadınını deyir, boşuyur. Və fi mərcəhi sallallahu aleyhi ve sellem ənzəlallahu suratul Fəth. Və deyir, Allah Resulü sallallahu aleyhi ve sellem geri dönəndə Allah Taala Fəth surəsini nazil edir. Allah Taala buyurur, İnnə fətəhnə ləkə fəthən mubinə liyəğfirə ləkəllahu mə təqəddəmə min zənbikə və mə təəxxara. Fəth surəsinin ilk ayələri. İnnə fətəhnə ləkə fəthən mubinə. Biz sənə açıq aydın bir fəth verdik, bəxş etdik ki, səni Allah bağışlasın. Keçmiş və gələcək günahlarını sənin üçün bağışlasın, keçsin. Fəqalə Umar əvvə fəthun huvə ya Rasulallah. Və Ömər radiyallahu deyir ki, ey Allahın elçisi, məgər bu fəthdirmi? Yəni etdiyimiz, gördüyümüz, yəni. Deyir, bəli. Qalə sahabə həzə ləkə ya Rasulallah fəmələnə. Və sahabələr qayıtdılar ki, bu sənə aiddir, ey Allahın elçisi, bəs bizə nə bundan? Yəni, sənin Allah keçmiş və gələcək günahlarını bağışladı, sənə açıq aydın fəth verdi, bəs bizə nədir bundan? Və onda Allah Taala bu ayəni nazil etdi. Huvəl-ləzi ənzələs-səkinətə fi qulubil mu'mininə liyezdadu imanan ma'a imanihim. O kəsdir ki, möminlərindir qəlbinə təskinlik, sükunət nazil etdi ki, onların imanının üstünə bir iman əlavə olunsun. Bu bir neçə ayə, yəni Fəth surəsindəki bir neçə ayə, ta ki, fəvzən azimə hissəsinə qədər. Yəni bu açıq aydın böyük bir uğurdur. وَلَمَّ رَجَ إِلَى الْمَدِينَ جَاءَهُ Əbu Bəsir. Və Mədinəyə qayıtdıqda Allah Rəsulü sallallahu aleyhi ve sellemin yanına Qureyşilərdən qaçmış, müsəlman olaraq
Əbu Bəsir gəlir. İslamı qəbul edir. Və onun dalınca 2 kəs göndərirlər. Deyirlər ki, ey Məhəmməd, deyir, aramızda sülh var. Qaytarmalısan bizə. Fədəfəhu ilə rəculeyni və Allah Rəsulü sallallahu aleyhi ve sellem Əbu Bəsiri qaytarır bunlara. Fəxarəcə bihi həttə bələğə zəl-hüleyfə fənəzəlu yəkuluna min təmrin ləhum. Və çıxırlar, onu aparırlar özlərindən, çatırlar Zülhüleyfəyə, çəkilirlər qırağa ki, öz xurmalarından yesinlər, yəni öz naxarlarını etsinlər. Əbu Bəsir qayıdır birinə, deyir ki, İnni ərə seyfəkə həzə ceyyidən. Sən bu qılıncı görürəm, çox qəşəng qılıncın var. Deyir, bəli, vallahi, o çox deyir, gözəldir, bunu deyir, çox deyir, təcrübədən keçirtmişəm. Fəqalə ərini ənzuru ileyhi. Deyir, ver bir dənə baxımda buna. Və verəndə deyir, götürür bunu, alır qılıncın əlindən, öldürür bunu. Vurur boynunu, öldürür. O birisi görür bunu, qaçır. Qaçır, çatır Mədinəyə, girir oradakı meçidə. Və Allah Rəsulü sallallahu aleyhi ve sellem görür ki, bu qorxaraq gəlib, deyir ki, bunu nədirsə bir dəhşət bürüyüb. Nədirsə, yəni bunu nəsə qorxuzub. Fələmmə intəhə ileyhi qalə qutilə vallahi sahibi və innil məqtul. Və özünə gələndən sonra deyir ki, deyir, dostumu deyir, öldü, deyir, mən də deyir, öləcəm, mənə də gəlir öldürməyə, yəni. Yəni, nə cürünə qorxub da. Fəcə Əbu Bəsir fəqali yə Nəbiyallah qad əvfəllahu zimmətəkə qad radəttəni ileyhim. Və Əbu Bəsir gəlir Allah Rəsulü sallallahu aleyhi ve sellemə deyir ki, ey Allahın Peyğəmbəri, Allah deyir, sənin deyir, əhdini pozmağa qoymadı, sən deyir, qaytardın deyir, onlara məni. Lakin həmçinin Allah Taala deyir, mənə deyir, müvəffəq etdi, yəni onlardan qaçım. Allah Rəsulü sallallahu aleyhi ve sellem baxır buna, deyir ki, vayl ummih mus'irul hərb ləv kənə ləhu əhəd. Deyir, vay olsun deyir, bunun anasına deyir. Deyir, bu deyir, aramızda deyir, yəni düşmənçiliyi, müharibəni deyir, başlayacaqdı, əgər yanında bir başqası da olsaydı. Bunu deyir, eşidən Əbu Bəsir zənn edir ki, tezdəndən qaytaracaq Allah Rəsulü sallallahu aleyhi ve sellem müşrikləri onu. Çıxır, qaçır Seyful Bəhr deyilən yerə. Və ondan sonra Əbu Cəndəldə o zəncirlə gələn yox idi. O da onların Qureyş müşriklərinin arasından sıyrıla bilib, qaça bilir, gəlir, qoşulur Əbu Bəsirə. Fələ yəxruc min Qureyşin racül qad əsləmə illə ləhhiqə bihim. Və Qureyşdən kim ki qaçmır, yəni İslamı qəbul edir və çıxır aradan, gəlir, qoşulur bunlara. Və beləcə bir dəstə, bir toplu, yəni yaradırlar özləri üçün. Toplaşırlar. Fəvallahi mə yəsməunə bə'ir li Qureyş xaracət ilə şəm illə i'taradu ləhə fəqatəluhum. Və deyir, and olsun ki, deyir, Qureyşin deyir, bir karvanını eşidən kimi ki, bunlar gedir Şama, karvan gedir Şama, hücum edirdilər o karvanları, soyurdular, mallarını götürürdülər, özlərini öldürürdülər. Və Qureyş bezir axırda deyir ki, xəbər göndərir Allah Rəsulü sallallahu aleyhi ve sellemə ki, bunları deyir, öz yanına qaytar və sənə deyir, yəni, xahiş edirik, yalvarırıq ki, bunları deyir, yanıva çək ki, bunlarla işimiz olmayacaq. Yəni, və Allah Rəsulü sallallahu aleyhi ve sellem öz yanına gətirir tezdəndən, yəni bu Əbu Bəsiri və o dəstəni öz yanına gətirir. Və bundan sonra gəlir Qazvatul Xeybər yürüşü. Bu da inşallah gələn dəfə Subhanakallahumma və bihamdikə əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.